Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 2 sayılı uşaq evində təşkil edilən futbol dərsləri uğurla davam edir. Sözü gedən layihə çərçivəsində AFFA-nın təşkilatçılığı ilə uşaqlar üçün Novruz şənliyi keçirilib. Şənlikdə bayram mahnıları ifa edilib, oyunlar oynanılıb və uşaqlara ənənəvi yeməklər təqdim olunub. Daha sonra onlarla futbol məşqləri keçirilib. İdman dərslərini AFFA tərəfindən ayrılan məşqçi keçir. O uşaqlara texniki biliklər öyrətməklə yanaşı, onların həm fiziki, həm də zehni bacarıqlarını inkişaf etdirmələrinə çalışır. Federasiyanın sosial və ətraf mühitin dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva layihənin əsas məqsədindən danışıb. Futbol dərslərinə AFFA tərəfindən məşqlər cəlb olunub ki, hansı ki onlar həftə 2 dəfə olmaqla inklüziv olaraq həm qızlar, həm oğlanlar üçün futbol dərsləri keçirir və bu cür layihənin keçirilməsində əsas məqsədimiz uşaq evlərində fəaliyyət göstərən gənclərimizin fiziki inkişaflarının artırılmasında dəstək olmaq, onlara komanda işini öyrətmək və uşaqların liderlik qabiliyyətlərini daha da inkişaf etdirməkdir. Qeyd edək ki, dərslərin keçirilməsi üçün lazım olan idman ləvazimatları və geyimlər AFFA tərəfindən 2 sayılı uşaq evinə təhvil verilib.